Türkmənistanın paytaxtı Aşqabadda Aleksandr Puşkin adına Rus dram teatrında dahi bəstəkar Üzeyir Hacıbəylinin 140 illiyi münasibəti ilə ölməz əsəri Arşın Malalan tamaşası ənənəvi olaraq səhnəyə qoyulub. Azərbaycan klassik musiqisinin incisi sayılan bu əsər Aşqabad səhnəsində tamaşaçılar tərəfindən böyük maraq və alqışlarla qarşılanıb. Tamaşanı izləyən Azərbaycanın Türkmənistandakı səfirliyinin kollektivi tamaşanın sonunda sənətçilərlə görüşüb onlara gül dəstələri təqdim ediblər. Qeyd olunub ki, Arşın Malalan tamaşası Türkmənistanın mədəniyyət həyatında xüsusi yer tutur. Tamaşa Aşqabadda müxtəlif teatrlarda səhnəyə qoyulur. 1980-ci illərdən isə bu əsər Aşqabadda Aleksandr Puşkin adına Rus dram teatrında müntəzəm olaraq tamaşaya qoyulur. Əsər həm yerli, həm də xarici tamaşaçılar tərəfindən böyük rəğbət və maraqla izlənir.